Salam aleyküm mənim dəyərli izləyicilərim. Deməli bugün Sultəbədə Əpər marketdən yuxarıda bax belə bir dənə evin təqdimatına gəlmişik. Görürsüz bu qəşəng geniş küçəsi. Baxın. Qazı, suyu, işıq olan bir dənə bax, bir dənə evin təqdimatına gəlmişik. İndi həyətdə göstərəcəm. Baxın, deməli belə bir dənə bax, həyət evimizdir. 4 sotun içində 4 sotun içində 2 mərtəbəli, bax 2 mərtəbə belə görsən, 1 mərtəbədə aşağıdadır. Aşağıda göstərirəm. 4 sotun içində 3 mərtəbəli, 6 otaqlı, baxın, orta təmirli mənzildir. Hal-hazırda mənzildə bax təmir işləri gedir. Baxın, həyəti göstərirəm sizə. Görürsünüz, bax tam etinə qədər döşənilibdir. Kombi sistemi də hazırdır. Göstərirəm mənzili. Deməli 2 otaq 2-ci mərtəbədədir. Bax belə. 2 otaq, bir kuxna, 3 otaq yuxarıdadır. Buradan da göstərəcəm. 2 zalda aşağıdadır, bir qız kuxna da aşağıdadır. O 6 otaqdır. Bax göstərirəm. Demək olar ki, abo işləri qalıb da mənzilə. Abo işləri, qapı, burada da sanuzə. Hər mərtəbədə baxın sanuzəlləri var. İndi yuxarını göstərirəm, sonra düşüm aşağı. Pilləkənlə qalxırıq. 4 otaq yuxarıda. Aha, bura bir otaq. Aha, bura böyük yox. Bir dənə parketi, aboyu qalıb. Ha, belə mənzilimiz satışdadır. Bax, görürsünüz, pəncərə sistemi belədir. Həyətdə. Axı, Sultəbənin ən qəşəng yerindədir. İndi birinci aşağıdakı birinci mərtəbəni göstərəcəm. Bu da baxın belə sanuzelidir. Balkondan həyəti göstərim. Baxın bu da həyətidir. Sultəbə görürsünüz ən yaxşı yerindədir. İndi birinci mərtəbəni göstərim sizə lap aşağına. Burada birinci mərtəbəsidir. 1, 2, 3 mərtəbəlidir da. Burada da 2 dənə zalı, bir kuxnası. Baxın, görürsünüz. Burada da sanuzeli var. Arkada həyəti də var. Həyətində göstərim sizə. Bax, görürsünüz, burada arkada həyəti də var. Buradan evi göstərim. Arxa tərəfdən 3 mərtəbəli görürsünüz, amma çöldən 2 mərtəbəli. Görürsünüz, bax, belə 3 mərtəbəli mənzilimiz satışdadır. Qiyməti sonda yazacağım. Buradan da qalxmaq olur evin qabağına. Yəni buradan da. Buradan da görürsünüz, hər